Asus Zephyrus axtaranlar, axtarmayın Zephyrus, çünki Zephyrus məsləhətli model deyil. Bizim bir müştərimiz bu gündən yaxınlaşıb. Zephyrus fikirləşirdi, amma ki, çox super nə aldı? Asus ZenBook 14 düym. 14 düym. Amma ki, sadə ZenBook deyil. Bu ZenBook'un ekranı 3K'dır, plus matrisası OLED'dir. OLED matrisa 3K. Amma bu əsas vacib göstəricisi deyil. Əsas vacib olan burada dünyada ən bahalı prosesor olan Intel Core Ultra 9 280H 16 nüvədir. 285H səhv dedim, düzdür. Və 16 nüvə 5,4 GHz tezliyi var. 32 GB operativ yaddaş, özdə operativ yaddaşdakı 7500 MHz-ləndir. 1 TB M2 sürətli SSD. Videokarta burada sadə deyil. Intel Arc Graphics-dir. Yəni oyunlar üçün də, dizayn, qrafik işlər üçün də çox əlverişli bir notebookdur. Bilmirəm qiyməti neçədir, qiyməti 2499 manat endirimli qiymətidir. Qardaş, xeyirli olsun. Bir dənə bunun belə incəliyini mümkünsə kadra salaq. Çox incə, çox ultra nəzik və yüngül. Metal və qarışıq, belə tam metal da olmasa, amma ki, ideal bir notebookdur. Kiber təhlükəsizliyi üçün alırsan, səhv etməmsə, kiber təhlükəsizliyi üçün alır qardaş, xeyirli olsun. Və 2499 manata gedib Zephyrusa, Mephirusa pul verməyin. Yəni iCompa alın, Asus ZenBook və işi parametrlərdə. Həqiqətən dəyər. Bu notebook istəməyin. Əladır. Все.